Bir dənə xəstəmdə, çox yaşlı xəstəmdə öddaşı xəstəliyindir. Görün, bax bu cür öddaşın çıxartmaq. Yəni düzdür, bu əməliyyata vermişəm, əməliyyatla çıxarılıb. Hər adamın işi deyil. Mən bunu bizim böyük bir professorumuza vermişəm, professor çıxardır. Tək daşı çıxartmaq asandır. Tək daş laparoskopiya ilə də çıxarılır, rast çıxarılır. Amma bu cür daşlar həkimlər də bilir, qaçır hara? Deməli, öd axarlarında qaçında verir pankreatit. Hansı pankreatit? Nekrotik pankreatit və xəstə dünyasını dəyişir. Bu cür daşı çıxardan professoruma mən təşəkkürümü bildirirəm və bu cür daşla xəstəni mən burada 10 gün müalicə edim, pristupu sakitləşdirdim, xəstəni normal şəkildə verdim əməliyyata. Normal şəkildə. Bu daşlara da yenə baxarsın, öddən dökülən daşlardır. Bunlar öddən dökülən daşlardır. Çox yaxından çəkin. Bu cür daşı çıxardan professora dünya qədər təşəkkür bildirirəm. Özümə təşəkkür edirəm ona görə ki, bu xəstənin pristupu mən bu Yovşan klinikasında mən onu ambulator müalicə aldım. Xəstədə sakitlik baxın, kariyer idi. Bu bir dənə olanda, iki dənə olanda böyük bir daş olanda qorxusu yoxdur. Amma bunları götürmək hər həkimin işi deyil.